Salam dostlar, bugün P2P olmadan dollar almağı öğrenirik. Çox asan və tez. Bank kartınızla birbaşa Binance-dən USD alın. Heç bir vasitəçi olmadan. Videonu sonadək izləyin və öyrənin. Salam dostlar, xoş gördük sizləri. Binance hesabından necə kriptovalyuta almaq olar, USD almaq olar onu göstərəcəm. Bəziniz P2P ilə ala bilmirsiniz və çətin gəlir ticari ilə. Həm inanmırsınız, güvənmirsiniz, pulunuzu verərlər, verməzlər. Bunun üçün mən sizə kart necə alınır onu göstərəcəm. Qısa bir video olacaq. Zəhmət olmazsa sonuna qədər izləyin ki, məlumatınız olsun. Deməli, gəldiniz hesabınıza, Binance hesabınıza. Baxın, belə bir ekranda açıldı. Gəlirsiniz buradan vəsaitlərə əlavə et yeri var. Bura gəlirsiniz. Gələndən sonra bura vurdunuz. Burada baxın, belə bir yer açılacaq. Burada nə buna girirsiniz, nə buna, nə buna, heç birində. Yalnız gəlirsiniz, baxın, burada gəlirsiniz ancaq bu AZN yazılanı. Bura gəldiniz. Bura gəldikdən sonra burada 3 yer açılacaq. Bu 3 yerdən yəni alış edə bilirsiniz. İndi buna çoxunuz birisi nədir, bu da birisi nədir, bu da. Buna izah edim sizə, belə üzərindən vurursunuz. Bunun bir şey var ki, düzdür, burada faizsiz alacaqsınız. Burada bir şey var ki, yəni 5 iş gün ərzində köçmə ehtimalı var. Yəni 0-5 həmin anda köçə bilər, yəni 5 günə köçə bilər. Burada göstərir, bunu kopyalayırsınız, bu kodu, daxiliniz bank kartına, oradan hesab kimi göndərirsiniz. Belə bir yerləri var, yaxud deyəsə hamısını kopyalayırsınız. Bunu da araşdırıb, ya sizə yenidən paylaşım edəcəm. Yəni burada faizsizdir, burada qəti faiz tutmur. Gələk indi bank kartına, bank kartının üzərindən vurduq. Burada faiz tutur, yəni elə çox güclü tutmur, belə normal faiz tutur. Üzərindən vurduq, davam edə vururuq belə. Davam edə vurduqdan sonra baxın belə bir yer gəlir. Məsələn, tutaq ki, minimum 15 dollardır, göstərir orada. Məsələn, tutaq ki, 15 dollar yazdıq belə. Ödəniş eləməkdən ötürü. Demək, faiz tutdu 0.50 USD. Bu qədər tutdu. 14.46 USD köçəcək balansımıza. İndi ödəyə vururuq. Gözləyirik burada. Burada məsələn ad çıxdı. İndi bura kartı yazmaq lazım. İndi məndə kartı yapışdırıram bura. Hazır var. Buradan gəlirəm. Kartın bitmə tarixlərini yazıram. Bunu yazdıqdan sonra belə. Məsələn, bunu yazdıq, sonra burada ünvan belə də qala bilər. Məsələn, bu mənim öz rayonumun ünvanıdır. Yəni, başda qalmağa baxmayaraq, tuş bu rayonun ünvanı yazmışam. Əsl ünvanım budur. Şəxsiyyətə onca bunu yazmışam. Siz də yəni elə edin. Başda da qalsınız, öz ünvanınızı yazın. Sonra təsdiq et sözünə belə vurursunuz. Və salam, indi ödəyə vurursunuz, belə gözləyirsiniz. Məndə düz burada balansda pul yoxdur hal-hazırda. Sadəcə sizə gedişatı göstərirəm ki, necə olur. Daxil gözləyirsiniz, emal edilir. Baxın, indi burada məsələn, burada məndə AVV kartını bura kod gələcək. İndi o kod yazacağım bura. Göstərəcəm ya necə olur. İndi kod yazaq bura, deməli 35 43 89. Belə yazırıq və göndərmə sözünə vururuq. Gözləyirik. Yəni məndə pul yoxdur, keçməyəcək. Bayaq eləmişdim, elə yazıldı ki, keçmədi, yazıldı ki, pul yoxdur, bəlkə yəni olmayacaq. Amma mən gedişatı təxmini bilirsiniz olur. İndi ödəyə vurursunuz belə. Və salam. Yəni deyirəm, kod gəlir, yazırsınız, balansınıza pul çıxılır, pul gözəl balansınıza. Başqa bir kriptovalyuta da var, orada yəni həmən şey olur, nasıl elə Binance eləmək daha rahatdır. Bu kartda pul yoxdur, yəni alınmır. Yəni gedişatı təxminə bilirsiniz ki, necə olur. 00 830. Yəni təxmin ediləcək işarət necə olur? Belə göndərdiniz və pul çıxır balansınızdan, köçür USD-lər hesabınıza. Rahat şəkildə onsuz istifadə edə bilərsiniz. Kimin nə sözü, başqa sözü olsa yazsın. Baxın, yazır ki, alınmadı, yəni hesabda pul yoxdur. Ona görə. Başqa kimin nə sözü olsa yazsın, kömək eləməyə hazıram.